Qusarın Xurel kəndində keçirilən toy mərasimində qətl baş verib. 46 yaşlı İlqar Aydəmiroğlu Ulubəyov, 35 yaşlı həmkəndlisi Ramik Adiloğlu Aydəbəyovla yeyib içdikdən sonra aralarında mübahisə düşüb. Bu zaman Ramik Aydəbəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə şüşə qırıntıları ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib. Şah damarından kəsilmiş yara alan İlqar Ulubəyov ətrafdakıların köməkliyi ilə Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda çoxlu qan itirmədən ölüb. Mərhumun meyiti məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Qusar rayon şöbəsinə gətirilib və tibbi müayinə edilərək ailəsinə təhvil verilib. Hüquq mühafizə orqanlarının məlumatına görə mübahisə zamanı tərəflər sərxoş vəziyyətdə olublar. Ramik Aydəbəyov saxlanılıb, faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb. Cabir Məmmədov, Emin Kərimov, Səs TV, Qusar.